Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərhum əməkdar artist Aygün bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin vəsiyyətindən danışıb. Xəbər verilir ki, bu haqda Evdəkilərə Salam proqramında söz açıb. Zümrüd bəylər bacısının mahnılarını yaşadacağını deyib. Aygün bəylərin vəsiyyətini yerinə yetirirəm. Özü boyda sənətim olmasa da az səsim var. Sağ olanda vəsiyyət idi ki, mahnılarımı oxu. Gəncliyimin səsisən. Deyirdi, mənim cavanlığımsan. Böyük sənət iz yara qoydu getdi. Ailəsinə, xalqa, bacılarına, övladına. Biz 5 bacı bir qardaş idik. İndi 4 bacı qaldıq. Mən də oxuyuram və onun mahnılarını yaşadıram.